Salam. Mən üzümü yenə də Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevə müraciət edirəm. Cənab prezident, mənim bir gözüm yoxdur. Bax, protezdir bir gözüm. Bunu illik dəyişməyə 1200 manatdır. Mən 7 ildir dəyişə bilmirəm. Niyə? Əmlakım mənimsənilib. Nəyim var dövlət qurumundadır. Məhkəmə qətnamaları var, icra olunmur. 180 manat cəmi mən pul alıram. O da 2-ni elədilər 3. 180 manatın 116 manatın kredit verirəm. Yaxşı ki, mənim əmlakımı mənimsəyən həmin o şərəfsizlər, həmin əmlakımı mənimsəyən Kiçik Qızlağat Balıq Artırma Təsərrüfatının rəhbəri və onun tasmasını Ekologiya Tabii Sərvətlər Nazirliyi tutanlar gəlsinlər bu puldan yaşasınlar. Heç 30 mindən, 40 mindən yaşaya bilmirlər. Bax, mənim bir gözüm yoxdur, mən dərdimi kimə deyim? Axı, mən kimə deməliyəm, mən hara getməliyəm, cənab prezident? Sizdən başqa mən kimə müraciət eləməliyəm? Dayı, qalmayıb, cənab prezident, qalmayıb. Ben sizin köməksizliğinə qabuluna girmişəm, bütün dövlət qurum rəhbərlərinin qabuluna girmişəm. Bir siz qalmışsınız, bir də Mehriban xanım. Başqa mən bütün qabullarda olmuşam. Kimə də yaxınlarsa dövlət qurumu deyirsən də məndən də böyünün yanında olmuşsan da. Böyünün yanında olmuşam. Hamısının yanında olmuşam sizdən başqa. Lakin baxan yoxdur. Nə xeyri? Dövlətin adından çıxardılan məhkəmə qətnamaları tapdanılır. Sizin o and içdiyiniz konstitusiya ki var ha. Konstitusiya var ha. Həmin konstitusiyanı bu məmurlar tapdarırlar. Bax, siz bunları necə görməyə bilərsiniz cənab prezident? Necə bundan xəbərdar olmaya bilərsiniz? Axı biz vətəndaşıq. Erməni döyürük, İranlı döyürük, İsrailli döyürük, Amerikalı döyürük cənab prezident. Biz Azərbaycanlıyıq, Azərbaycan vətəndaşı. Xahiş edirik bu məsələyə sərəncam qılın. Xahiş edirəm vətəndaşın əzilməsinə göz yummayın. Xahiş edirəm dövlətin qanunlarının tapdalanmasına, məhkəmə qətnamalarının tapdalanmasına göz yummayın cənab prezident. Bizim dayı sizdən başqa həqiqətən dayı gedəcək dayı yerimiz qalmayıb. Əstəğfurullah, nəuzubillah. Allaha da şikayət eləyə bilmirik. Allaha da bir dənə qalıb Allaha şikayət edirik. Şikayət edirik ki, kim bu işə baisdir, kim bu işin səbəbkarıdır, kim bu məhkəmə qətnamalarını icra eləmir, kim vətəndaşa və mənim kimilərinə zülm edirsə, Allah onun bəlasını onsuz da verəcək, gec-tez verəcək. Bu dünyada verəcək, o dünyada qoymayacaq görməyə. Amma yerdədir ki, biz sizə müraciət eləməliyik də. 5 ildir mən sizə müraciət edirəm, cənab prezident. Axı, mən kimə müraciət, nə vaxt baxılacaq bu işə? Nə vaxt bu işə bir sərəncam qırılacaq? Bütün dövlət qurum rəhbərlərini yenə edirəm, qabulunda olmuşam, o bu videolarımda da paylaşmışam. Kim baxacaq buna, cənab prezident? Axı, xahiş edirəm bu məsələyə bir sərəncam qılın, xahiş edirəm bu özbaşınalığa son verin, qanunların tapdalanmasına söz verin, son verin. Bu özbaşına göz yummamaq olmaz, burada görməmək olmaz. Dayı, mən minlərlə dayı, maddi imkanım dayı çatmır sizə məktub göndərməyə. Məcbur oluram, sosial şəbəkələrdən paylaşıram. Başqa dayı çarə yoxdur buna. Yaxşı, mən neyini, mən bir gözüm yoxdur, 3-dən də az yaşlı uşağım var. Yaxşı, mən neynəməliyəm cənab prezident? Nəyim də var dövlət qurumunda? Bu zülmü Allah götürər ki, bunlar bizə eləyirlər.